evdə eşidirdim, deyir, əkinçi belə toxumu səpəndə deyir, bu qurdum, bu quşum, bu mənim. Bu qurdum, bu quşum, bu mənim. Bax, niyə o paylaşmağı o bacarmırlar da? O yaxşılıq eləmək özü də paylaşmaq da axı. Sən enerjinlə paylaşırsan, mal varlığından paylaşırsan. Bax, və dinlərin kökündə bu paylaşmaq hissi durur. Niyə insan paylaşa bilmir? Allahı tanımır. Elə bilir ki, azdır resurs. Bitəcək. Qutaracaq. Məsələn, uşaq anasının südünü acgözlüklə əmər. Və qardaşını, bacısını da qısqanclıqla qavlayar. Yeni doğulan qardaşını, bacısını ki, anamın məhəbbəti gedəcək buna da, bizə qalmayacaq. Və insan nə qədər Allahı tanımırsa, bir o qədər bu klişenin içində çabalayır. Ki, resurs azdır, mənə çatmayacaq və bu cəhalət onu belə bu cür